2025-ci ildə keçirilmiş 8-ci siniflər üçün fizikadan Respublika Fənn Olimpiadasının 7-ci sualına baxaq. Oturacağının radiusu 30 sm, hündürlüyü 2 metr olan mərmər sütun üfüqi müstəvidə oturacağı üzərində yerləşdirildikdə səthə göstərilən təzyiqi hesablayın. Mərmərin sıxlığı 2500 kg/m3-dir. Əvvəlcə biz bilməliyik ki, bərk cisim səthə qoyulduqda səthə təzyiq göstərir. Bu təzyiqin mənşəyi cismin ağırlığıdır. Yəni, yerə doğru olan potensial enerjidir. Təzyiq bir sahə üzrə gücün və ya enerjinin necə paylandığını göstərən fiziki kəmiyyətdir. Verilənləri qeyd edək. Radiusu 30 sm, o da bərabərdir 0,3 metr. Hündürlüyü 2 metr, h bərabərdir 2 metr. Bizdən təzyiq istəyir, p bərabərdir sual. Və mərmərin sıxlığını veribdir, rho mərmər bərabərdir 2500 kg/m3. Düsturlar qeyd edək. Bilirik ki, təzyiqin düsturu P bərabərdir F/S-dir. Və yaxud da bizim yanaşmamıza görə P bərabərdir Y potensial bölünsün S. Bizim yanaşmada silindrin potensial enerjisi onun ağırlıq mərkəzindən yerə kimi olan məsafə ilə hesablayacağıq. Və bu enerji səth sahəsinə bərabər paylanmış enerji kimi qəbul edəcəyik. Biz qeyd etdik ki, P bərabərdir Y potensial bölünsün S-dir. Bu ifadəni davam elətdirək. Y potensial mg h bölünsün 2 bölünsün S oturacağın sahəsidir. Silindrin oturacağının sahəsi pi r kvadratıdır. Pi r kvadratı bərabərdir. Burada gördüyünüz m silindrin kütləsidir. Silindrin kütləsi rho v-yə bərabərdir. Rho vurulsun v, vur j, vur h bölünsün 2 bölünsün pi r kvadratı bərabərdir. Silindrin həcmi rho vurulsun pi r kvadratı vur h, vur j, vur h bölünsün 2 bölünsün pi r kvadratı. Burada pi r kvadratları islah gedir. Və alınır P bərabərdir rho j h kvadratı bölünsün 2. Yekun düsturu tapdığımıza görə məsələnin həllinə keçə bilərik. Həlli P bərabərdir rho, yəni 2500 vurulsun j 10 vurulsun h kvadratı. H 2'dir, 2'nin kvadratı 4 bölünsün 2. O da eləyəcək 50.000 Pascal və ya 50 kilo Pascal.